Amma 2028-ci ildə dünya üzərində çoxlu böyük qanlı olaylar olacağında bunu mənim hisslərim deyir. Təbii ki, bunu mən istəmirəm. Baxın, dünyaca tanınmış bu paylaşım edən saytların dediyini mən təqzib edirəm. Çünki 12 avqust hələ deyil. Bugün ayın neçəsidir Emin? Bugün ayın neçəsidir? 10'u. Bugün ayın 10'udur. Cəmi 2 gün qalıb. Cəmi 2 gündən sonra biz bunu görəcəyik. İnsanlar göyə qalxıb düşəcəkmi və ya ürək tutulmalar, hər hansı ölümlər olacaq olmayacaq 2 gündən sonra biz bunu görəcəyik. Və mən bu 2 gün qalmış təkrarən öz proqnozumda deyirəm ki, heç bir şey olmayacaq. Günəş tutulması başqa bir şeydir. İnsanların göyə qalxması, ürək tutulması, davleni bu kimi ölümlər heç bir şey olmayacağına mənim hisslərim deyir. Baxın, görün mənim hisslərimin dediyimin olacaq, yoxsa dünyaca tanınmış saytların onun bunun paylaşdıqları olacaq. Öz hisslərinə güvənərək mən bunları deyirəm ki, heç kim heç bir güvənli yerdə olmağın, nəyinsə tutulmağın ehtiyacı yoxdur. Hər kəs öz işində, gücündə ola bilər. Çünki insanların hava çatışmaması, hava durması, göyə qalxması, ölməsi belə bir şey hiss etmirəm və bu məsuliyyəti də öz üzərimə götürürəm ki, kimlər ki mənə qulaq asıb öz təhlükəsizliyi görmürsə 12-ci avqustda. Təbii ki, təəssüf mənim bu özümə götürürəm. Çünki mən elə bir şey hiss etmirəm və o qədər də özümə əminəm ki, 12 avqustunda impuls tutulması, infarktlara yol açacaq və ya şəkər qalxması və ya insanların göyə qalxacaq heç bir şey olmayacaq. Bəli, günəş tutulması bu kimi şey başqa bir şeydir. Amma insanların ölüm gətirə biləcəyi heç bir şey hiss etmirəm. Amma 2028-ci ilə qədər dünya üzərində çoxlu yerlərdə zəlzələlər və böyük sellər, təbii fəlakətlər olacaq. Habelə İran savaşı da təzədən başlayıb qızışacaq, Rusiya savaşı böyüyəcək və bir çox bu kimi olaylar və əsasən də dünya üzərində bir çox bölgələrində, bir çox ölkələrində, şəhərlərində ardıcıl olaraq silsilə şəklində, bilmirəm mən bu sözü düz izah edə bilmirəm, zəlzələlər olacaq. Təbii ki, dünyanın çoxlu bölgələrdə ardıcıl zəlzələlər dayanmadan bizim yaşadığı müddətdə işitmədiyiniz qədər yer-yerindən oynayan zəlzələlər adi halına gəlir. Hər kəs zəlzələlərin qorxusuna düşən bir müddətində dünya olaraq. Təbii ki, bizdə də bunlar olacaq deyə izahlar eləyənlər çıxacaq. Zaten bir zəlzələ olanda ortalığa çıxanlar var. Mən 2028-ci ildə bu zəlzələlərdən insanlar dünyada qorxacağını, böyük daha çox 50-100 ilin olmadığı sellərdən qorxacağını, küləklər ya da təbii fəlakətlər daha çox ölümlər gətirəcəyini və habelə 3-cü Dünya Savaşı gələcək qorxusu proqnozu verirəm. Mənim də dediyim 2028-ci ilin son günlərə qədər görəcəyik. Olmasın, olmaqdan yana deyil. Amma bu 12 avqustunda olmayacaq. Amma mənim dediyi zamanda biz gözləyək ki, dedik proqnozlar olacaqmı, olmayacaqmı? Yəni dediyim odur ki, sellərin gəlib evləri yıxa biləcək təhlükə olanları dambaları qorun. Sellərin evlərə girə biləcəyi yerlərdə dambaları çəkin ki, sel girməsin. Kimin ki, çuxurlarda, çay qıraqlarında evləri varsa, zəlzələlərdən də hündür yerlərdə evlər olan ev tikənlərdən, yəni köçməsi balaca evlərə %90% özümüzü qorumuş oluruq. Sellərdən də, zəlzələlərdən qoruyursunuzsa, qaldı 3-cü Dünya Savaşı, artıq bu qlobal dünya məsələsidir. Bundan da necə qorumaq olar? Onun zaman gəldikcə mən deyə bilərəm, amma o barədə biraz demək də qorxuludur. Niyə görə qorxuludur? Çünki hər kəs öz ölkədən, öz maraqlardan ötürü başqa ölkələrlə savaş edəcəksənsə, qaçmaq doğru deyil. Amma təbii ki, savaşmalıdır. Dünya bizi savaşa aparanda hər kəs öz ölkənin torpaqlarının maraqları üstündə qorumalıdır. İnşallah arzu edək elə bir şey olmasın. Dünya savaşı. Amma ondan qorumaq çətindir. Qalan şeylərdən qorumaq yolları var. Allah sizi qorusun. 12-ci avqustda heç nə olmayacaq. Gecəniz xeyrə qalsın. Sağ olun.